Biz bugün Hippo Baby'dən yeni doğulmuş körpələr üçün nələr seçdik? Gəlin birlikdə baxaq. Biz sakit bir körpə üçün doğru əmziyi seçimi eləyirik. Bu bibsin saskaları həm xarici görünüş cəhətdən çox gözəldir, həm də ortodontikdir. Körpə uşaqların ağız quruluşuna uyğun hazırlanıb. Körpə alış-verişimizdə mənim seçimlərimdən biri də Dr. Brownsun antikolik butulkalarıdır. Bu körpəmizin qaz yaranmasının qarşısını alır və ana sinəsinə bənzəyir deyə körpələrimiz bu butulkanı rahat götürür. Mən öz körpəmə də istifadə etdiyim bezi sizlə bölüşürəm. Uzun müddət quru saxlamağına kömək edir, təbii tərkiblidir, parfümsüzdür. Bizim körpə alış-verişimizin olmazsa olmazlarından biri də müslim bezlərdir. Bunlar çox funksiyalı məqsədlərlə istifadə olunur. 100% pambıqdır və yuyula biləndir. Bu dəfə sizə körpəm üçün seçdiyim isti və soyuq saxlayan termos qablarını göstərirəm. Səyahət üçün, bəzi yerlərə gedəndə körpələr üçün çox əlverişlidir. Qidaların hazırlanıb saxlanılması üçün soyuq olanda soyuq və isti olanda isti 24 saat saxlayır. Suda krem 4 ildir bizim vazkeçilməz məhsullarımızdan biridir. Bir çox dəri problemlərimizdə istifadə etmişik. Hələ də bizim vazkeçilməz məhsulumuzdur. Körpələrimiz üçün hər zaman hər yerdə istifadə etdiyimiz məhsullardan biri də gigiyenik salfetkalardır. Tərkibində alkol yoxdur, təbii tərkiblidir və hipoallergendir. Mən körpəm üçün bu məhsulu seçmişdim. Həm büdcə cəhətdən, həm də set olaraq çox əlverişlidir. İçində termometrimiz, dişlərini uşaqların ilk aydan təmizləmək üçün diş şotkası, dırnaqlarını təhlükəsiz şəkildə kəsmək üçün dırnaq qayıtıcısı, burnunu təmizləmək üçün burun aspiratoru belə var. Butulkalarımızın təmizliyi üçün bizə belə bir məhsul da lazımdır.